Gençler Təşkilatının sədri. Düşünürəm, bugünkü gün elm önəmli. Hansı Gənclər Təşkilatı? Vəhdət Partiyasının Gençlər Təşkilatı. Ana Vətən Partiyasının. Vəhdət Partiyası. Vəhdət. Tarih Adəm İsmail Bakovi. Aydın. Buyurun. Buyurun. Hörmətli Sevinç müəllimə, bugünkü gün bir valideyn olaraq sizə bir kəlmə demək istəyirəm ki, bizim uşaqlar repetitordan nə vaxta kimi asılı qalacaqlar. Məktəb dərs bitir, uşaqların beyni yorğun halda repetitorlara müraciət edir. Biz nə vaxta kimi məcburi olaraq cibimizdən özəl ayıracağıq, hər ay qazandığımız limitdən, məbləğdən məcburi olaraq çörək pulumuzun 1/4 hissəsini ayırırıq ki, uşaqlarımız repetitorlara müraciət eləsin. Bu, bugünkü gün ən qlobal problemdir. Azərbaycanın yox, dünyaya çıxış olmaq üçün müəllimlər ən azından xəsis olmasınlar. Repetitorlara ayrılan məbləğ bugünkü gün könüllü deyil. Bir zəhmət bunu nəzərə alın və bizə bu cür hansı tərəfdən, hansı baxış bucağından bizə kömək edə bilərsiniz ki, sağlam gələcək məcburiyyətdən ibarət olmalı deyil. Könüllü olaraq başqa biz məcburi ev tapşırıqlarını belə repetitorlara müraciət edirik. Niyə? Problem müəllimlərdədir, yoxsa təhsilə təqdim olunan elm və tədrisdədir? Sualın uzunluğu Sevinç xanım, yəqin ki, yaddaşınızı sağladınız. Aydın müəllim, xahiş edirəm, orada sakitçiliyi verin. Çox xahiş edirəm, özünüz də tərsiniz. Sevinç xanım, sual qaldı ya.